İbn-i Qayyim rahimehullah yəni ləzzətləri əldə etmək haqqında fəsillər açır və sonra buyurur ki, tam ləzzət, sevinç və xoş yaşayış innəmə huvə fi ma'rifətillah. Yəni insanın Allahı tanımasında və Allah Teala'nın ibadətdə, əməllərdə təkləşdirməsində və Allahla ünsiyyət tapmasında və Allahla görüşəcəyinə şövqün, həsrətin olması və qəlbin bütövlüklə Allaha tərəf yönəlməsindədir. Deməli, xoşbəxt insan, yəni qəlbinin bu kimi işlərlə dolmasına görədir. Amma bədbəxt insan isə qəlbi dağınıq olandır, fikri şaxələnəndir və yaşayış baxımından ən sıxıntılı yaşayışda olandır. Və sonra həvəsləndirir ki, insanın əsas dərdi bir dərd olmalıdır, o da Allah Teala. Çünki insanın qəlbi Allah sevgisi ilə, Allah qorxusu ilə dolarsa və Allahla ünsiyyət tapması və Allaha olan şövqün olması və o insan dünyada ikən cənnətdə olar. Yəni, axirət cənnətinə girməzdən əvvəl dünyada ikən cənnətdə olar. Necə ki, İbn-i Teymiyyə rahimehullah deyir ki, İnnə fid-dünya cənnə mən ləm yədxulhə ləm yədxul cənnətəl-əxirə. Dünyada cənnət vardır. Kim dünyadakı cənnətə girməzsə, axirətdəki cənnətə girməz. Yəni, İbn-i Teymiyyə rahimehullah bu dünyadakı cənnət dediyi zaman, yəni Allahla ünsiyyət taparaq əldə etdiyi cənnətdir. Yəni, Allahın qarşısında əyilərək, səcdə edərək və onun kəlamı ilə ləzzət alaraq əldə etdiyi cənnətdir. Necə ki, bu barədə digərləri də danışmışlar, yəni sələflərdən müəyyən sözlər gəlib, onlar bunu ifadə etmək istəyiblər, o ləzzəti və cənnəti. Və onlardan biri deyir ki, İnnəhu ləyəmurru bil qalbi əvqatun əqul. Yəni, bəzən qəlbimə elə anlar, elə hallar gəlir ki, və deyirəm ki, İn kənə əhlül cənnəti fi mitli hədə, əgər cənnət əhli də belə halda olacaqsa, onda cənnət nə gözəl yerdir, nə xoş yaşayışdır. Və başqa birisi isə deyir ki, məsəkinu əhlüd dünya, yəni dünya əhli miskindir. Xaracu minhə və mə zəqu atyəbə mə fiyyə, yəni onlar dünyadan çıxıblar və dünyada ən ləzzətli olan bir şeyi onlar dadmayıblar. Və sual verirlər ki, bu nədir? O da deyir ki, Allahı tanımaq, Allahı sevmək və Allaha yaxın olmaqla ünsiyyət əldə etməkdir. Və sonra buyurur ki, وَلَيْسَ فِي الدُّنْيَا نَعِيمٌ يُشْبِهُ نَعِيمَ أَهْلِ الْجَنَّةِ إِلَّا هَذَا. Yəni, dünyada cənnət əhlinin nemətinə bənzər, yəni ən bənzər nemət elə budur. Yəni, insanın qəlbinin Allahı tanımaqla, Allah Teala'nı sevməklə, yəni ona yaxın olaraq ünsiyyət əldə etməklə tapdığı ləzzətdir. Və sonra buyurur ki, və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Hubbibə iləyyə min dünyakum ən-nisəu və tıyb, yəni sizin dünyanızdan mənə qadınlar və ətir sevdirildi. Və cu'ilət qurratu ayni fis-salah, mənim sevincim isə namazda edildi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yəni sadəcə qadınların və ətirin sevdirildiyini xəbər verir, amma onun ruhunun sevinci, rahatlığı, xoşbəxtliyi isə namazda edildiyini buyurur. Və cu'ilət qurratu ayni fis-salah, yəni mənim göz bəbəyim, sevincim, rahatlığım isə namazda edilmişdir.
Və sonra buyurur ki, və qurratul ayni amrun fawqal mahabbə. Yəni sevinç, yəni sevgidən daha üstün bir məsələdir. Sevinç başqadır, sevgi başqadır. Sevinç sevgidən daha üstündür. Yəni qurratu ayn sevinç deməkdir. Və bir də var məhəbbət, sevgi. Sevinç sevgidən daha üstündür. Yəni ona görə ki, insan hər sevdiyində sevinç tapmaya bilir. Yəni ola bilər insan bir şey sevir, amma o sevdiyində sevinci yoxdur, rahatlığı yoxdur, xoşbəxtliyi yoxdur. Və sonra فَمَنِ اطَّلَعَ إِلَى حَالِ الْعَبْدِ فِي صَلَاتِهِ فَإِذَا كَمُلَ هَذِي الْحَالِ. Əgər insan namazda olan halına baxarsa və namazda olan halı düzələrsə və Rəbbi ilə olan ünsiyyəti və bir o qədər də insan sevinci əldə edir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bunu əldə etmişdir. Namazda olan sevincini, rahatlığını və deyərdi ki, ya Bilal ərihnə bis salah. Ey Bilal, bizi namazla rahatlandır. Yəni iqamə ver və biz namaza daxil olaraq rahatlığımızı, sevincimizi namazda tapaq. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin rahatlığı namazda idi. Və bunun da təsdiqi Allah Teala'nın kəlamındadır. وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ. Yəni siz səbir və namazla yardımlaşın, yardım istəyin. Həqiqətən o böyük bir şeydir, qorxanlardan başqa. Yəni xuşu içərisində namazı qılanlar namazda rahatlığını tapırlar. Yəni onlar namazın uzunluğu ilə ləzzət alırlar. Və həmçinin namaza erkən getməyə çalışırlar. Yəni çünki bilirlər ki, onların qəlblərinin rahatlığı və ünsiyyəti namazda hasil olur. Və sonra buyurur ki, وَمِمَّا يَنْبَغِ أَنْ يُعْلَمْ أن الصلاة التي تقر بها العين ويستريح بها القلب هي التي تجمع ستة مشاهد. Bilinməlidir ki, yəni insanın sevinci, göz bəbəyini əldə etdiyi namaz, hansı ki o namazda rahatlığını, xoşbəxtliyini, sevincini tapır və o namazdır ki, orada insan 6 halı özündə cəm edər. 6 halı, 6 məşhədi özündə cəm edər. Onlardan birincisi ixlas məşhədidir. İxlas halıdır. Yəni insanı namaza yönəldən, ona çağıran, yəni Allah qatında olana rəğbətinin olmasıdır. Və ona olan sevgisidir. Allahın rizasını qazanmaqdır və ona yaxın olmasıdır. Allahın əmrinə riayət etməsidir. Yəni belə ki, onu namaza yönəldən, onu namaza sövq edən dünyavi məqsədlərdən, paylardan, nəsiblərdən heç biri olmamalıdır. Yəni namaza gəldiyi zaman, yəni uca Rəbbinin rizasını qazanmaq məqsədi ilə və ona olan sevgisi ilə gəlməli və onun əzabından qorxaraq və onun bağışlamasına və savabına ümid bəsləyərək gəlməlidir. Deməli, insan namazda bu halı əldə etmək istəyirsə və istəyirsə ki, namaz onun göz bəbəyi olsun və namaza girdiyi zaman namazdan çıxmaq istəməsin, namazda sevincini tapsın, yəni bu 6 halı özündə cəm etməlidir. Əgər bunları cəm edərsə, namaz insanın göz bəbəyi olar, onun sevinci olar, onun rahatlığı olar. Və onlardan birincisi qeyd edir ki, ixlasdır.
İxlas da, yəni qəlbini, yəni Allahdan qeyrisinə olan istəklərdən təmizləməsidir. Əgər qəlb təmizlənirsə, başqa istəklərdən, yəni əməl, yəni Allah üçün olur və namazını da yəni Allah üçün yerinə yetirir və qəlbində Allahdan qeyrisinə rəğbət və sevgi olmur. Və ikinci məşhəd isə, ikinci hal isə sidq və nəsihət məşhədidir. Sidq, yəni doğruluq və nəsihət məşhədidir. Və bu nə deməkdir? Deyir ki, və huvə ən yufərriqa qalbəhu lillah. Qəlbini Allah üçün boşaltmasıdır. Qəlbini boşaldaraq bütövlüyü ilə Allaha yönəltməsidir və onu ən kamil formada həm zahirən, yəni namazı, həm zahirən, həm batinən, yəni daxilən gözəl formada yerinə yetirməsidir. Çünki namazın həm zahiri var, həm batini var. Və zahiri odur ki, görsənən əməllər, eşidilən sözlərdir və onun isə batini isə xuşudur, mütülükdir və muraqabədir. Muraqabə insan Allahın nəzarətində özünü hiss etməsidir və qəlbini Allah üçün boşaltmasıdır və bütövlüyü ilə Allaha yönəltməsidir və belə ki, qəlbi ilə Allahdan başqasına yönəlməməsidir. Yəni, necə ki, insan üzü ilə qibləyə yönəldiyi kimi, qəlbi ilə də başqa tərəfə yönəltməməsidir. Və elə bilir ki, bu bir növ ruh yerindədir və əməllər isə bədən yerindədir. Əgər ruh olmazsa, o bədən ruhsuz bədən kimi olur. Və sonra buyurur ki, əfələ yestəhyil abdu ən yuvacihə seyyidəv misli zəlik. İnsan, yəni bir qul öz ağasına ruhsuz bədəni təqdim etməkdə, yəni həya etməzmi? Yəni elə bilir ki, insan namazını xuşu içərisində qılmazsa, yəni onu bir növ bənzəyir ruhsuz bədənə. Və bu ikinci məşhəddir. Yəni qəlbini, yəni Allah üçün, yəni boşaltması. Yəni başqa fikirlərdən, başqa istəklərdən. Yəni ixlaslı insanın muradı, məqsədi tək olur və sonra öz istəyində sadiq olur və onun istəyində, yəni Allahdan başqası olmur. Fəhasala bihədəl fərq beynəl ixlas və sıdq. Yəni bununla ixlasla sidq arasında olan, yəni fərq. Necə ki, İbn Rəcəb rahimehullah buyurur ki, bi'annəl ixlas və təvhidul murad. İxlas insanın muradının təkləşməsidir. Sidq isə istəyinin tək olmasıdır. Və sonra buyurur ki, üçüncü məşhəd, üçüncü hal isə tabeçilik və nümunə götürmək məşhədidir. Yəni insan namazını qıldığı zaman həris olmalı, çalışmalıdır ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin namazını qılsın. Və insanların sonradan ortaya çıxartdığı işlərdən üz çevirsin, yəni artırmalardan və azaltmalardan, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql olunmayan işlərdən və nə qədər insan sünnəyə tabi olmağa çalışarsa, bu da həmçinin onun namazının onun üçün göz bəbəyi olmasına səbəb olur. Yəni namazda, yəni sevinç əldə etməsinə. Deməli, tərəzi var, zahiri tərəzi və bir də yəni batini tərəzi. Yəni zahiri tərəzi sünnədir. Yəni sünnəyə tabiçilik. Və dördüncü məşhəd isə ihsan məşhədidir. İhsan. İhsan da elə muraqabə deməkdir. Yəni insan ibadət edərkən Allah Teala'nı görürmüş kimi
ibadət etməsidir. Və bu da Allah Teala'nı tanımasından, Allah Teala'nın adlarına və sifətlərinə olan imanının kamilliyindən doğur. Yəni elə bir ki, Allah Teala'nı görürmüş kimi. Allah Teala 7 qat göyün üzərindədir, ərşinə yüksəlib, yəni Allah Teala danışır, yəni əmr ilə, qadağa ilə və Allah Teala bütün məxluqatını idarə edir və əmr onun tərəfindən nazil olur, əməllər ona tərəf qalxır və həmçinin əməllər ona ərz olunur. Elə bir ki, insan gözü ilə yox, qəlbi ilə bunları görürmüş kimi olur. Allah Teala'nın adlarını və sifətlərini müşahidə edir. Yəni Allah Teala qayyumdur, hər şeyi idarə edən, diridir, hər şeyi eşidəndir, görəndir, izzət sahibidir, hikmət sahibidir, əmr edən, qadağa edəndir. Allah Teala sevir və buğz edir, razı qalır, qəzəblənir və Allah Teala istədiyini edir. Və Allah Teala istədiyini hökm verir, ərşinin üzərindədir. Və qullarının əməllərindən və sözlərindən heç bir şey Allaha gizli deyildir. Allah Teala buyurur: "Ya'lemu xainətel a'yuni və ma tuxfis sudur." Allah Teala gözlərin xain baxışını da bilir, sinələrdə gizlədənləri də. Deməli, bu ihsan halı, məşhədi qəlb əməllərinin əsası sayılır. Bu insanda həya, təzim, Allahı ucaltmaq, Allah qorxusu, Allah sevgisi yaradır və həmçinin Allaha təvəkkül yaradır. Allaha mütülük, Allahın qarşısında zəlillik, mütülük yaradır və bu da insandan bütün vəsvəsələri kəsir. Bu nəfsi danışıqları aradan qaldırır və qəlbi Allaha tərəf toplayır, yönəldir. فَحَظُّ الْعَبْدِ مِنَ الْقُرْبِ مِنَ اللّٰهِ və insanın Allahdan, yəni Allaha olan yaxınlığından payı bu ihsan məqamından olan payına görədir. Yəni ihsan məqamını insan nə qədər gerçəkləşdirərsə və bir o qədər də Allah Teala'ya yaxınlığından payı bir o qədər çox olur. Və həmçinin buna görə namazı fərqlənir. Buna görə namaz fərqlənir. Və belə ki, iki nəfərin, iki kəsin, iki insanın, iki kişinin namazı arasında göylə yer qədər fərq olur. Baxmayaraq ki, onların qiyamı, rükusu və səcdələri eynidir. Deməli, ihsan haqqında da Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "U'budillâhe keenneke tarah." Yəni, Allaha ibadət etdiyin zaman elə ibadət et ki, elə bir ki, onu görürsən. فَاِنْ لَمْ تَكُنْ تَرَاهُ فَاِنَّهُ يَرَاكَ Və görməsən də o səni görür. Yəni, Allahın nəzarətində özünü hiss edərək ibadət etmək. Ona görə bunlar ihsan məqamının birinci məqamı, üstünlüyü müşahədə məqamıdır. Yəni, ev ki, Allahı görürmüş kimi, necə ki, o yuxarıda qeyd elədi. İkincisi isə muraqabədir. İnsan bunu əldə edə bilməzsə, muraqabə, yəni Allahın nəzarətində hiss edərək ibadət etməsidir. Deməli, ihsan məqamı qəlb əməllərinin əsasıdır. Qəlb əməlləri, hansı ki, əsas əməllər qəlb əməlləridir. Çünki bədən üzvləri içərisində ən şərəfli orqan qəlbdir və ən şərəfli əməllər, ibadətlər də qəlbə aiddir və bunun da əsası ihsandır. Və buna görə də bu əməl insanda Allah sevgisi, Allaha təzim, Allah qorxusu yaradır insanda. Və buna görə ihsan əhli, yəni imanı ən kamil olan kimsələrdir. Necə ki, iman əhli də İslamı ən kamil olan kimsələr. Çünki dərəcə baxımından ən üstün olan ihsandır. Müsəlman, mömin, sonra isə muhsin gəlir. Və sonra İbn Qayyim rahimehullah buyurur ki, namazda sevinci əldə etmək, yəni namazın insan üçün qurratu ayn olması, göz bəbəyi olması üçün 5-ci hal, məşhəd, məqam
minnət məqamıdır. Minnət, məşhədul minnə. Yəni insan bilməlidir ki, onu bu məqama yönəldən Allah Teala'dır. Müvəffəq edən, qəlbini və bədənini Allaha xidmətə yönəldən Allah Teala'dır. Əgər Allah Teala olmasaydı, bunlardan heç biri olmazdı. Deməli, insan bunu düşünməlidir. Yəni, namaz qıldığı zaman, səcdə etdiyi zaman, digər xeyir əməllərə müvəffəq olduğu zaman bilməlidir ki, bunlar hamısı Allahdandır. Necə ki, sahabələr deyərdilər ki, vallahi ləvlallahu məhtədeynə. Allaha and olsun ki, Allah Teala olmasaydı, biz hidayət olmazdıq. Və la təsaddaqnə və la salleynə. Biz nə sədəqə verərdik, nə də namaz qılardıq. Və Allah Teala Hücrət surəsində buyurur ki, yamunnuna aleykə ən əsləmu. Yəni, onlar İslam'a gəldiklərinə görə sənə minnət qoyurlar. Qul la təmunnu aleyyə isləməkum. De ki, siz İslamınızı, İslam'a gəlməyinizi mənə minnət qoymayın. Bəlilləhu yamunnu aleykum ən hədəkum lil iman in kuntum sadiq. Əksinə Allah Teala sizi imana hidayət etdiyinə görə minnət qoyar, əgər siz bunda doğrusunuzsa. Yəni, buyurur ki, müsəlmanı müsəlman edən Allah Teala'dır. Namaz qılanı namaz qılan edən Allah Teala'dır. Necə ki, İbrahim əleyhissalam duasında deyərdi ki, Rabbena vec'alna muslimeyni leke ve min zurriyetina ummeten muslimeten leke ve erina menasikena. Yəni, ey Rəbbimiz, bizi sənə təslim olan kimsələrdən et və zürriyyətimizi də sənə təslim olan bir ümmət et. Və ibadət yerləri bizə göstər. Və başqa ayədə gəlir ki, Rabbi cealni muqiməs salati və min zurriyyəti. Yəni, ey Rəbbim, məni və zürriyyətimi namazı iqamə edənlərdən et. Məni və zürriyyətimi namazı iqamə edənlərdən, doğru düzgün qılanlardan et. Yəni, bu da olduqca mühüm duadır. Gərək hər kəs bu duanı çoxalsın. Məni və zürriyyətimi namazı, İbrahim əleyhissalam duasıdır. Və bu dua olduqca əzəmətli bir duadır. Məni və zürriyyətimi namazı gerçəkləşdirənlərdən, doğru düzgün şəkildə yerini yetirənlərdən et. Deməli, nemət hamısı Allahdandır, Allaha aiddir. Yəni, insan ibadət etdiyi zaman, itaat etdiyi zaman, yəni bu Allah Teala'nın quluna olan ən böyük nemətidir. Allah Teala buyurur, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizə verilən hər bir nemət Allahdandır. Və həmçinin başqa ayədə buyurur, وَلَكِنَّ اللّٰهِ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ. Yəni, Allah Teala'dır sizə imanı sevdirən, imanı sizin qəlbinizdə bəziyən, gözəlləşdirən. وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانِ. Sizə küfrü, fasiqliyi və asiliyi pis göstərən odur. Onlardır doğru yolda olanlar. Yəni, insanın imanı sevməsi, onu gözəl görməsi, küfrü, fasiqliyi və asiliyi pis görməsi bu Allahın nimətidir. Necə ki, ayənin sonu 2-ci ayədə gəlir ki, fadlan minallahi və ni'mə. Yəni, bu Allahın lütfü və nimətidir. Yəni, kiminsə ağlına, hünərinə görə deyil. Yəni, Allah Teala'nın nimətidir ki, sən imanı sevirsən. Küfrü, fasiqliyi, günahları pis görürsən. Və bu da bu məşhədlər, hallar içərisində ən əzəmətlisi və ən qul üçün ən faydalısı sayılır. Yəni, insanın tövhidi nə qədər güclü olarsa və bir o qədər də yəni insanın bu məşhəddən, bu haldan da payı daha çox olur. Və sonra buyurur ki, burada faydalar vardır. Minnət, nemət məşhədində. Yəni, bunu insanın bilməsi, onunla, yəni qəlbi ilə ücb arasına girir. Yəni, artıq insan etdiyi əməli özündən görməsinin qarşısını alır.
Yəni insan biləndə ki, yəni neməti bəxş edən Allah Teala'dır, müvəffəq edən odur, hidayət edən odur və bunu yaxşı bilərsə insan heç vaxt yəni əməli özündən görməz, etdiyi əməli ilə qürrələnməz və xoşal olmaz və bu onun qəlbindən qaldırılar. Həmçinin dilindən də qaldırılar və etdiyi əməlinə görə minnət qoymaz və onu çox görməz və qəbul olunan əməlin halı da budur. Yəni insan nə qədər əməli çox etməsinə baxmayaraq əməli çox görmür. Günahları çox görür, amma yaxşı əməlləri heç vaxt çox görmür. Çünki bütün bilir ki, bunlar Allahdandır. Və həmçinin bunu bilməyin faydalarından odur ki, həmdi, şükrü, tərifi onu verənə, o neməti verənə, onu layiq olana yönəldir. Və özünə, yəni özündə belə bir şey görmür. Və bilir ki, bütün bunlar hamısı Allaha aiddir. Necə ki, nemət Allahındır və lütf ona aiddir. Xeyirlərin hamısı Allahın əlindədir. Və bu da tövhidin tamamlığındandır. فَلَا يَسْتَقِرُّ قَدَمُهُ ف۪ي مَقَامِ التَّوْحِدِ اِلَّا بِعِلْمِ ذَٰلِكَ وَشُهُودِهِ. Yəni insanın ayağının tövhid məqamında sabit qədəm olması bu halı bilməsinə görədir. Əgər bunu bilərsə və bunda möhkəm olarsa və bunun üzərində digər faydalar ortaya çıxır, Allah sevgisi, Allah Teala ilə ünsiyyət tapmaq və Allahla görüşməyə şövqün, həsrətin olması və Allahı zikr etməklə nemət əldə etmək, ləzzət əldə etmək, hansı ki, dünya nemətləri bunun yanında heç nədir, yəni müqayisə olmayacaq dərəcədədir. وَمَا لِلْمَرْءِ خَيْرٌ فِي حَيَاتِهِ إِذَا كَانَ قَلْبُهُ عَنْ هَذَا مَصْدُودًا. Yəni insanın həyatında xeyir ola bilməz, əgər qəlbi buna qarşı bağlıdırsa, yəni nemətləri görmürsə Allah Teala tərəfindən. وَطَرِيقُ الْوُصُولِ إِلَيْهِ عَنْهُ مَسْدُودًا. Və ona çatdıran yol bağlıdırsa. Yəni əksinə necə olacaq? Necə ki Allah Teala'nın dediyi kimi ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ فَسَوْفَ يَعْلَمُونَ. Qoy onlar yesinlər, əylənsinlər, keyf çəksinlər və arzular onları əyləndirsin, yayındırsın və sonra onlar biləcəklər. Yəni bu da yəni Allah Teala tərəfindən yəni bir təhdiddir. Yəni bu 5-ci məşhəd və sonuncu məşhəd isə 6-cı hal, məqam məşhədü təqsir və buyurur ki, müqəssirlik halıdır. Müqəssirlik. Yəni insan nə qədər əmri, yəni Allahın əmrini, itaəti yaxşı yerinə yetirməyə çalışsa belə, bütün gücünü sərf etsə belə, yenə müqəssirdir. Yəni müqəssir odur ki, tam şəkildə yerinə yetirən deyil. Yəni Allah Teala'nın haqqı bundan daha böyükdür. وَالَّذِي يَنْبَغِي أَنْ يُقَابَلَ بِهِ مِنَ الطَّاعَةِ وَالْعُبُودِيَّةِ وَالْخِدْمَةِ فَوْقَ ذَٰلِكَ بِكَثِيرٍ. Yəni Allah Teala'nın haqqı onun etdiyi ibadət, itaət və xidmətdən qat-qat böyükdür. Yəni Allah Teala'nın əzəməti özünə layiq şəkildə qulluğu gərəkdirir. Əgər hökümdarların xidmətçiləri, onların nökərləri, yəni onlara qarşı davranarkən onları ucaldır, təzim edir, hörmət edir və həya edir, qorxur, yəni hətta qəlblərini onların yanında başqa bir şeylərdən boşaldırlar. Əgər bu belədirsə, gör göylərin və yerin Rəbbi, hökümdarların hökümdarı necə? Yəni bu daha ucasına layiq deyilmi? وَإِذَا شَهِدَ الْعَبْدُ مِنْ نَفْسِ أَنَّهُ لَمْ يُوَفِّ رَبَّهُ فِي عُبُودِيَّتِهِ حَقَّهُ. Yəni əgər insan özündə bilərsə ki, Rəbbinə olan qulluğunda onun haqqını ödəməyib, heç yaxın belə gəlməyib,
onda öz müqəssirliyini bilər. Onda yerdə nə qalır? Bağışlanma diləmək. Və öz müqəssirliyinə görə üzrxahlıq diləmək. Səhlənkarlığına görə. Və tələb olunan şəkildə yerinə yetirmədiyinə görə. Və ənəhu ilə ən yəğfirə ləhu ubudiyyə və ya'fu anhu fiyyə əhvəc minhu ilə ən yatlubə minhu aleyhə thəvabə. Yəni insan düşünməlidir ki, etdiyi ibadətinə görə bağışlanmağa olan ibadətinə görə bağışlanması və bağışlanmağa olan ehtiyacı o ibadətinə görə savab tələb etməsindən daha üstündür. Yəni daha böyük ehtiyacı var. Yəni bir var ibadət edir və ibadətinə görə bağışlanma istəyir və bilir ki, buna görə hətta bağışlanma diləməlidir. Nəinki savab. Və huvə ləv vəffəhə haqqa kəmə yənbəği ləkənət müstəhəqqə aleyh bi muqtadal ubudiyyə. Əgər de insan ibadətini tam şəkildə yerinə yetirsə belə, yəni qul olaraq haqqı elə budur. İbadəti gerçəkləşdirməsidir. Fə innə aməl abdi və xidmətəhu li seyyidi müstəhaqqun aleyh bi hukmi kovni abdihi və məmluki. Necə ki, məsələn, o vaxt qullar var idi. Bir qulun ağasına olan xidməti qul olaraq üzərinə düşən bir vəzifə idi. فَلَوْ طَلَبَ مِنْهُ الْاُجْرَةَ عَلَى عَمَلِهِ وَخِدْمَتِهِ لَعَدَّهُ النَّاسِ أَحْمَقْ وَأَخْرَقْ. Əgər o, yəni qul, ağasına olan xidmətinə görə ücrət, mükafat tələb etsəydi, insanlar onu axmaq hesab edərdilər. Yəni çünki bu qul olaraq onun vəzifəsi ağasına xidmət etməsidir və ona görə heç nə düşmür ona. Amma belə baxanda onun həqiqi qulu sayılmır. Nökərdir, amma o da insandır, bu da insandır. Amma biz isə deyək, Allahın həqiqi quluyuq, çünki bizi yaradan odur. Və qul olaraq da üzərimizə düşən qulluğu gerçəkləşdirməkdir. Və buna görə əslində yəni insan düşünməlidir ki, heç nə düşmür. Yəni etdiyi ibadətinə görə, qulluğuna görə ona heç nə düşmür. Mükafat düşmür. Və ona görə heç nəyə layiq olduğunu, nəyəsə layiq olduğunu düşünməməlidir. Yəni bəs insan deyə bilər ki, bəs Allah Teala mükafatlar vəd verib. Sən ibadət edənlər üçün mükafatlar, cənnəti vəd verib. Yəni bu Allah Teala'nın mükafatları vəd verməsi üzərinə olan bir vacib deyil, vacib olaraq deyildir. Yəni Allah Teala'nın bir lütfu olaraqdır. Lütfu olaraq, yəni Allah Teala insanların etdiyi əməllərə görə bunu mükafatları vəd vermişdir. Və buradan da Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünün mənası anlaşılır və deyir ki, lən yədxulə əhədun minkumul cənnətə bi'əməlihi. Yəni sizdən heç kəs öz əməli ilə cənnətə girməyəcəkdir. Qalu və lə əntə ya Rasulallah. Deyirlər ki, hətta sən də ey Allahın Rasulü, yəni sən də öz əməlinə görə girməyəcəksən. Qalə və lə ənə. Deyir ki, hətta mən də. İllə ən yətəğəmmədənilləhu bi rəhmətin minhu və fadl. Əgər Allah Teala məni öz mərhəməti və lütfü altına almasa, yəni bu da onu bildirir ki, insanın cənnətə girməsi Allah Teala'nın lütfü sayəsindədir, mərhəməti sayəsindədir. Yəni bizim etdiyimiz əməllər qarşılıq ola bilməz, əvəz ola bilməz. Yəni insan etdiyi əməlinə görə hər hansı bir nemətə layiq olduğunu yəni düşünə bilməz. Yəni digər hədisdə də gəlir ki, insan həddi buluğa çatandan ölən günə qədər bütün ömrünü səcdədə keçirsə, Allah Teala'nın bəxş elədiyi nemətlərdən birisinin əvəzini verə bilmir. O ki qaldı saysız, yəni hesabsız nemətlər. Ona görə bu məşhəd,
Yəni bu məqamı anlamaq olduqca mühümdür. Yəni 6-cı məşhəd müqəssirlik məqamıdır. Yəni birincisi, yəni insan düşünməlidir ki, nə qədər əməli yaxşı yerinə yetirməyə çalışsa da, bütün gücünü sərf etsə də tam şəkildə yerinə yetirməsi mümkün deyil. Və ona görə ibadətlərdən sonra nə buyurulub? İstiğfar. Fərz namazından sonra dərhal istiğfar buyurulur. Və ona görə insan bunu anlayaraq deməlidir. Estağfirullah, estağfirullah, estağfirullah. Yəni görürsən fikir başqa yerə gedir və səhlənkarlıq edir. Və o səhlənkarlığına görə insan müqəssirliyinə görə istiğfar edir. Bağışlanma dilir ki, ya Rab, yəni bağışla ki, namazı düzgün qılmadım. Tam şəkildə tələb olunan formada yerinə yetirmədim. Yəni fikir versə görəsiz ki, əzəmətli ibadətlərin hamısının sonu istiğfarla tamamlanır. Gecə namazı Allah Teala cənnət əhlini vəsf edərək buyurur ki, "Kanu qalilan minəl-leyli ma yehca'un." Yəni onlar gecənin az hissəsini yatardılar. "Və bil əsharihum yestəğfirun." Səhər vaxtları, yəni sübh namazından əvvəl onlar istiğfar edərdilər. Və buradan da İbn Teymiyyə rahimehullah buyurur ki, sübhə az qalmış ən əfzəl ibadət istiğfardır. Yəni sübh namazına az qalmış ən əfzəl ibadət istiğfardır. Allahdan bağışlanma diləmək. Yəni bir var insan gecəni yəni boş şeyə görə, yaxud da haramlara, televizora baxdığına görə istiğfar etməsi. Bir də var, yəni onlar cənnət əhli nəyə görə istiğfar edirlər? İbadət edir və ibadətlə yanaşı yenə özlərini müqəssir görürlər. Yəni bu olduqca mühüm, yəni məqam sayılır. İnsan belə görərsə, onda namaz və yaxud da ibadətlər onun üçün yəni göz bəbəyi olur. Həcdən sonra istiğfar gəlir, digər əməllərdən sonra istiğfar gəlir və ona görə istiğfar ona görədir ki, yəni insan nə qədər əməli yaxşı yerinə yetirməsinə baxmayaraq yenə tam şəkildə mümkün deyil. Və ikincisi deyir, yerinə yetirsə belə, mümkün deyil. Fərz edək ki, yerinə yetirsə belə, yəni insan düşünməlidir ki, Allah Teala bundan da ucasına layiqdir. Bundan da ucasına layiqdir. Ona görə bu 6 məşhəd. 6 məşhəd. Birincisi nə oldu? İxlas. İkincisi sidq və nəsihət. Sadiqlik, yəni insan qəlbini boşaltması başqa şeylərdən. Necə ki, bədəni ilə yönəldiyi kimi qəlbi ilə də yönəlməsi Allaha tərəf. Üçüncüsü tabeçilik. Sünnəyə tabeçilik. Dördüncü ihsan, məşhədi ihsan halıdır. Beşinci minnət. Minnət elə nemət deməkdir. Yəni bilməlidir ki, nəyə müvəffəq olursa, yəni onu Allah Teala tərəfindən olduğunu düşünməsidir. İnsan belə düşünəndə inşallah həm daha da əməllərə müvəffəq olmasına səbəb olur, həm qəbul olmasına səbəb olur. Yəni eyni zamanda bunu bilməsi öcbün qarşısını alır. Biləndə ki, yəni nemətlərin hamısı. Hansı nemətə müvəffəq oldu? Elhamdülillah. Yəni bilir ki, Allah Teala yardım. Yəni çünki Allahın yardımı olmasa, qalxması, oyanması, namaza qalxması, rükû etməsi, səcdə etməsi, digər xeyirlər, istənilən xeyir, yəni Allahın yardımı olmasa, yəni mümkün deyil. Və 6-cı məşhəd isə təqsir, yəni müqəssirlik. Müqəssirlik məşhəd insan nə qədər yerinə yetirsə də özünü müqəssir görməsi. Yəni necə ki İbn Qayyim rahimehullah başqa yerdə gətirir ki, hər hansı bir dərəcəyə çatdığını düşünməməsidir. Əgər insan istəyir elmdə olsun, istəyir əməldə olsun, ibadətdə olsun, bir də hər hansı bir dərəcəyə çatdığını hiss edərsə, elə bir hisslər gələrsə ona, yəni maşallah mən özümə görə bir möminəm, ibadətlərim var. O bilsin ki, uçurumun kənarındadır. Uçurumun kənarındadır. Dərhal
oradan qurtulmağa çalışmalı, xilas olmağa çalışmalı. Və deyir, insan özünü necə görməlidir? Maraqlı bir misal gətirir. Özünü ayaq altında sındırılaraq tikə-tikə ovxalanmış saxsı qab kimi görməlidir. Saxsı qabdır, sındırılır, toza dönür. Toza dönəndən sonra yararsız olur. Yəni qabdır, görsən qab halında olanda istifadə olunur. Müəyyən bir işlər üçün yararlı olur. Amma bu sındırılandan sonra yararsızdır. Yalnız deyir, onu ilk dəfə düzəldən tərəfindən yenə düzəldilərsə, yenə yararlı olar. Yəni insan da özünü elə görməlidir ki, nə qədər əməl etməsinə baxmayaraq, yəni etdiyi əməlinə görə, ibadətinə görə, elminə görə nəyəsə layiq olduğunu düşünməməlidir. Saxsı qab kimi, yararsız. Nəyəsə yararlı olduğunu, yəni layiq olduğunu düşünməməlidir. Yəni bu cür görməsi insanın daha da ucalmasına səbəb olur. Amma nə vaxt ki görsə, bu hisslər gəldisə, bu təhlükədir və hətta insanın əməlinin batil olmasına kimi gətirib çıxardır. Allah qorusun. Allah Teala hər birimizi xeyirlərə müvəffəq etsin. Allah Teala hər birimizə o namazı hər birimiz üçün göz bəbəyi etsin. Namazda rahatlıq tapanlardan etsin. Və sallallahu aleyhi ve Muhammed və alə alihi və sahbihi və səlləm.